Salam əziz 3-cü sinif şagirdləri, 3-cü sinif riyaziyyat iş dəftəri səhifə 47-nin izahına baxırıq və başlayaq izahımıza. Çıxılanı mərtəbə qiymətlərini ayırmaqla fərqi tap, çıxma əməlini ədəd oxunda təsvir et. Və burada bizə bir nümunə verib 438-dən çıxıb 226-nı, 226-nın mərtəbə vahidlərini ayırıb 226 və burada göstərib. Ədəd oxunda həmin çıxmanı göstərib. Deməli, 859-dan çıxırıq 238-i, 230 və 8. Əvvəlcə biz 859-dan 200-ü çıxırıq. 59 çıxaq 200. Daha sonra 30-u çıxırıq. Daha sonra 8-i çıxırıq. 859-dan 200-ü çıxanda edir 659. 659 çıxaq 30 çıxaq 8 və 659-dan da 30-u çıxanda olur 629 çıxaq 8, o da olur 621. Və ədəd oxunda göstəririk. 859-dan əvvəlcə 200 çıxırıq. Bura yazaq, çıxaq 200. Daha sonra 30 çıxırıq. Çıxaq 30. Və daha sonra 8 çıxırıq. Və 659-dan, yox, 859-dan 200-ü çıxanda oldu 659. Burada qeyd edirik. Ondan da 30-u çıxanda oldu 629. Onu da burada qeyd edirik. Bundan da 8-i çıxanda oldu 621. Onu da burada qeyd edirik. Növbəti misala baxırıq. 575 çıxaq 313. 313. Əvvəlcə 575-dən 300-ü çıxırıq. Daha sonra 10-u, daha sonra 3-ü. 575-dən 300 çıxanda edir 275. Çıxırıq 10 və çıxırıq 3. 275-dən də 10 çıxanda edir 265. Çıxırıq 3-ü olur 262. Və burada göstəririk. 575-dən əvvəlcə 300 çıxırıq. Olur neçə? 275. Daha sonra 10 çıxırıq. Daha sonra 3 çıxırıq. Fərqi əlverişli üsulla tap. 478 çıxaq 48. Burada hər ikisinin üzərinə 2 əlavə edirik. Deməli, 478-in üzərinə 2 əlavə edirik. 48-in də üzərinə 2 əlavə edirik. Bu olur 480 çıxaq 50. Bərabər də olur neçə? 430. Burada hər ikisinin üzərinə 6 əlavə edirik. Bu olur 570 çıxaq 190. Bərabərdir. 570-dən 190 çıxanda neçə edir? 380. Burada nə edirik? 356 çıxaq 125. Burada hər birinin üzərinə 4 də əlavə eləmək olar. Bura 5 də əlavə eləmək olar. Gəlin biz 4 əlavə edək. 356 üzərinə 4 gələndə olur 360. Çıxaq 129. Burada neçə olur?
360'dan 129 çıxanda, ondan 9 çıxanda 1, burada qaldı 5, 5'dən 2 çıxanda 3, 2'dən də 1, 1, 131. Evin hündürlüyü 650 santimetr, ağacın hündürlüyü isə 388 santimetrdir. Ev ağacdan neçə santimetr hündürdür? Nə edirik? 650'dən 388'i çıxırıq ki, tapaq görək ev ağacdan neçə santimetr hündürdür. Deməli, 0-dan 8 çıxmaq olmur, 5-dən 1 onluq veririk, ondan 8 çıxanda 2 edir. Burada qaldı 4, 4-dən də 8 çıxmaq olmur, 6-dan 1 onluq veririk, 14-dən 8 çıxanda 6. Burada qaldı 5, 5-dən 3 çıxanda 2. 262 santimetr hündürdür. Qəzet köşkünə həftə ərzində 418 ədəd qəzet və jurnal gətirildi. Bunlardan 98 ədədi jurnal, qalanı isə qəzet idi. Həftə ərzində qəzetlərdən 60'ı satılmamış qaldı. Köşkdə həftə ərzində neçə qəzet satıldı? Deməli, biz ümumi bilirik ki, 418 ədəd qəzet və jurnal gətirdi. Bundan 98 ədədi jurnaldır. Qəzetlərin sayını tapmaq üçün 418'dən jurnalların sayını çıxırıq. Jurnalda 98'dən 8'dən 8 çıxanda 0 edir. Burada qaldı 1, 1'dən 9 çıxmaq olmur, 4'dən 1 onluq verir, ondan 9 çıxanda 1, bu da 3. 310 dənə qəzetimiz var. Bunlardan da 60'ı satılmayıb, qalanı satılıb. Satılmamışların sayını bildiyimizə görə, ümumi qəzetin də sayını bildiyimizə görə 310'dan 60'ı çıxırıq. Qalır neçə? 250. Deməli, neçə qəzet satılıb? 250 qəzet satılıb. Belə əziz şagirdlər, səhifə 47'nin izahına baxdıq. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Növbəti səhifələrin izahında görüşənədək.